Çinlilərdə bir adət var. Adət də bu cürdür ki, onlar çay içmək üçün fincandan ki istifadə edirlər, həmin fincan üçün qulp qoymurlar. Onun qulpu olmur. Tutmaq üçün dəstəyi olmur. Elə gözləyirlər ki, çay əgər istidirsə, soyusun, soyuyandan sonra onun özündən tutacaqlar, beləcə içəcəklər. Səbəb nədir? Səbəb odur ki, onlar düşünürlər ki, əgər bir fincandan tuta bilməyəcəyimiz qədər istidirsə o, demək həmin fincan bizim içə bilməyəcəyimiz qədər də istidir. Bunun üçün özümüzdən qulp qoymağa ehtiyac yoxdur. O gərək soyusun, sonra içəsən. Baxın, biz də həyatımızda bəzi şeylər var, onları tez əldə etmək üçün özümüzdən qulp qoymağa çalışırıq. Halbuki həmin şeylərin də öz vaxtı var, zamanı var. Sən öz üzərinə düşəni elə, əlbəttə. Amma görürsən ki, alınmır, demək onun bir zamanı var. Necə ki, çay soyuyandan sonra onu içmək olar, həmin hadisələrin də bir zamanı var. O zaman gərək olsun, o şərait gərək olsun sonra.